Salam dostlar, bugün Mortis'e 6. eləyəcəyik. Ünvan alacaq. Üstəlik də bugün bir challenge'ımız var. Əgər mən birisi bütün Mortis kostümləri fullamağa çalışan biriyəm. Əgər Mortis 6. edə bilsək, bu kostüm Plus'daki bir kostüm alacaq. Yox amına. Onun görə ən birinci no skill yox, savaş toxuna girəcəyik. Rəqibdə Mortis, Brock, Dynamite var. Dynamite mən ulti, hiper ulti mənbəyiydir. Bəli, aksa xərcləməyəcəm. Onsa sonrası aksa var, bilirəm bunu da özüm. Bu nə Brock fake atdı, amma Brock deydi. Neysə də, mən də danışam 2 saat boş-boşuna. Qoy hand bol atsın. Son bir qolumuz qaldı dostlar. Bu qədər tez olacağını gözləmirdim düzü məndə. Amma başa düşdüm mən sırada düzüləndə. Neysə uşaqlar. Oradan bir dənə ayda. Şöyle bundan olma, uğraş olmayın şöyle. Biraz kontrollərimi görüb biraz əsəbəşə bilərsiniz. Mən isparmaq oynayıram. Özüm nasıl deyildi yəni bilməz. Yəni mən həmişə belə oynamışam. İndi də belə oynayacağam. Mən belə öyrəşmişəm. Hiper ultim başına əsəbəşirəm. Əsəbləşməyin də. Və qol atırıq və altımız bəli. Leo sen arkadaş olarak istedi. Bahar ne diyor bu? Oh, son oyunda ölmüş. Uyda. Deyəsən bir oyun daha var. Oyuncu oldum belə də biraz. Nəysə deyəsən son oyunda bayaq da son oyun kimi qeyd etdim, üzrlü sayın. Deməli Gas var, Mortis var və dırnaq arası skill oyuncusu var. Kod dırnaq arası skill deyil, sadəcə onu oynayalım. Bəli, birinci qolu yedik, bilirəm. Üzrlü sayın. Yəni, mənlik bir şey yox oldu burada. Mənim səhvliyim oldu, biraz aralıdaydım. Mən takımdan və qolu birini yedik. İndi birazdan onları yedizdirmək lazımdır ki, dadına baxsınlar. Çünki rəqibdəki qaz elə-belə, yəni adi sadə oyuncuya oxşamır. Ayda ulti atmaq yəqin siz də gördünüz. Mənim pingim çoxdur. Ayda. Bля, ay bля. Ay bля. Bəli. Əgər sən bu yerdə istənsə cəmiyyətini dəyişmək lazımdır. Biz də bunu etdik. Və gəlirik Stu, Carl və Mortis. Mən burada Mortis'lə başqasını oynaya bilməyəcəyəm. Əgər Carl'ın olsa mən sağ lehimdə oynama və yaxud da ki sağ oran qıracaq milyard faiz. O duruş onu göstərirdi, bəli. O duruş onu göstərir. Gözləyəcəm. Mənim internetim pisdir, hə? Onda mən top tuta bilməyəcəyim kimi fikirləşdim. Bas pol, qəşəng. Stoksar ata bilərdi, amma və 1-0. Nene, dostlar, düzdür, mən YouTube'da tanınmaq istəyirəm. TikTok'da səhifəm belə var. Xahiş edirəm bu videoya like atın. Əgər bu videoya 20 like gələrsə, sıradakı altın karakterimizi kasacağıq. Yavaş, motor cırıldı. Və altın 3 oldu. 987 kupa. Gameplay. Neysə, elə onunla. Gözünüz oynayın. Deyəsən bu rəqibdəki üstüdür. Yox, o da deyəsən. Baxarıq indi. Deməli, Poco var. Əlim aksesuarı deyil. Poco var. Ayda ultimat satma işləmir.
Uy. Göstersen su. Biz ulti gösterək. Kimsə izləyir bizi. Ne bilərik burada. İnternet də belədir. Vəziyyət yaxşı deyil. Ulti vermə də, ulti vermə. Vermə də ulti. Kritikdir. Bəli, bəli. Çox kritikdir. Mən bilmirəm, yeni ultimi atdım. Çünki hiper şarjım da var idi. Çox məntiqsiz bir hərəkət etdim. Səhvimin fərqindəyəm. Neyse, burada ulti kastıq. Burada bir tane böyle basırıq. Gedir. O məhvədə az bir şeyler oluyor. Yeməyə var ki, miyav. Dostlar, her şeye rəğmən altın 3 olduq və gecə yaratı ünvanın üstündə bir davran. Ya Allah, bismillah. Ya Məhəmməd, ya Ali. Kainatda yoktu senin oxşarın. O gecə yaratı. İndi söz verdiğimiz kimi sözün üstündə duracağım və o 2 dənə kostüm qaldı. Ən birinci bunu alaq. Galamortis devam. Və ən yaxşı mecha kostümlərindən olan siyah mecha Mortis. Çox gözəl kostüm. İndi George Buck'da kostümü ben almışam, bir dənə yoxlamaq istəyirəm. Əgər belə çoxlu videolar, neyse elə onunla görmək istəyirsinizsə like atın və abone olun. Və bildirimləri açmağı unutmayın. Deməli orada Crow var 100%. Mən buradan pas verəcəm belə. Olsun Crow'un ikisində. Oy. Ultimate olmadı. Neyse. Oy. Korktum sen zahiri şeylerimi. Yüreğim ağrıyor ben. Neyse, qata da bilməliyik. Bizim Sparkası yıldız bizə baxlarsa bu oyunu uzacaq. Bəlisə oyuna işləyirəm məsələn. Spike Round 1. Hey, protecting. Özüm siz mahnatlara böyle baxmayın. Gəmşin oldu falan böyle. Neyse hələ gol da atdıq. Deməli. Ayda. Döşək. Belə obşimək kostümdən çox fərqli dərəcədə çox səhvliyən fərqi var. Əgər bu videoya 20 like gələrsə, gələn videoda bu gördüyünüz səviyyəyə qoyun. Səviyyədə ən çox kupaya qoyun. Bibi, yana Bibi. Yox, Bibi deyil. Rico'nu 1000 kupaya kasacağım. Və ən gözəl kostümünü alacağım. Siz hansı kostüm yorumları yazsanız o kostümü alıram. Əgər videonu bura qədər izləyənlər varsa bizim bir sürprizimiz olacaq daha doğrusu. Yoruma mən yazsın və Instagramdan öz ID'sini yazsın, yəni kullanıcı adını yazsın və sürprizi öz görəcək. Hoşça kalın. Bye bye.